Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Noyabr ayının 25-i həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Milli Məclisin parlamentin iclası olub bugün. Demək, Fazil Mustafa, Komitə sədri Fazil Mustafa çox maraqlı bir təkliflə çıxış edib. O bildirib ki, ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb. Mən Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirmişəm. Demək, bunu İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa deyib. Fazil Mustafa daha bir təkliflə də çıxış edib. Nə deyib o? Bütün dövlət orqanlarına müraciət etdim. Hamısının aktları var ki, bina qəzalıdır. Hamı özünü sığortalayıb. Sabah hansısa bina olsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək. Halbuki sadə bir mexanizm var. Sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik belə pul xərclənmir. 5 mərtəbə əvəzinə 9 mərtəbəli bina tikir, 5 mərtəbəyə həmin sakinləri köçürür, 4 mərtəbəni isə satır, özünə pul qazanır. Bax, sadə mexanizmlər tətbiq etmək əvəzinə vətəndaşın həyatına risk altına atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb, deyə Fazil Mustafa qeyd edib. Doğrudan da çox maraqlı və çox vacib təklifdir, əgər yerinə yetirilsə.